Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bu gün sizə Xırdalan şəhərinin mərkəz hissəsində 2 otaqlı, kubcalı, əşyalı və əşyası olaraq satılan bir mənzil çəkib təqdim edirəm. Deməli, mənzilimiz icra hakimiyyətinin aşağı hissəsində 1 nömrəli məktəbə yaxın bir məsafədə 5 mərtəbəli binanın 3-cü mərtəbəsi. Ümumi sahəsi 65 kvadrat, qanuni 2 otaqlı bir mənzildir. Bütün otaqların pəncərəsi tam qaydasında və çıxarış əldədir. Mənzildə olan bütün əşyalar qalarsa, satış qiyməti, baxın, qonaq otağıdır. Bütün əşyalar qalarsa, satış qiyməti 90.000 manat, sadəcə mətbəx mebeli və kombi aparatı qalarsa, satış qiyməti 85.000 manat, real alıcıya hər iki formada qiymətdə endirim olunacaq. Qonaq otağını çəkib sizə təqdim elədim. Mənzilimizin mətbəx hissəsidir. 65 kvadratlı çıxarış əldədir. Yerləşmə yeri çox əla bir yerdir. Deməli, eyvan hissəsini görürsünüz. Qəşəng plastik pəncərə ilə bağlanılıbdır. Orijinal 2 otaqlı bir mənzildir. Təmiri qaydasındadır. Alıcı öz istəyinə uyğun olaraq yüngül kosmetik təmir edə bilər. Deməli, burada da yerləşir mənzilimizin yataq otağı. Qiymət çox əla bir qiymətdir. Əşyasız olaraq, baxın qeyd edirəm, əşyası olaraq 85.000 manat, əşyalı olaraq 90.000 manat. Amma hər iki formada real alıcıya qiymətində endirim olunacaq. Mənzilin əsas seyf qapısı idi. Daxil olduqda burada sol tərəfdə sanitar qovşağımızdır. Koridor sistemidir. Sol tərəfdə yerləşir bizim yataq otağımız. İrəliyə doğru getdikdə mətbəx, hər birinin pəncərəsinin qarşısı açıqdır gördüyünüz kimi və zalın da 2 ədəd pəncərəsi var. Əşyalı 90.000 manat, əşyası 85.000 manat. Mənzilə də baxmaq istəsəniz aşağıda qeyd olan nömrəmizlə əlaqə saxlaya bilərsiniz.